Bunda qalıb. Mən sizə demişdim ki, gələn dərs mənə bir dənə şeir deyəcəksiniz. Bəli, öyrənmişəm, qəzəl öyrənmişəm. Tamam. Gəlin deyək. Məhəmməd Füzuli məni candan usandırdı qəzəlini deyəcəm. İndi görüm necə deyəcəm. Aha, başlayaq. Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəmi almazmı? Qamu bimarinə dərman, davayı dərd edər ehsan. Ne üçün qılmaz mənə dərman, məni bimari sanmazmı? Qəmin pünhan tutardım mən, desələr yarə qıl rövşən. Desəm ol bir vəfa bilmən, inanarmı, inanmazmı? Şəb-i hicran yanar canım, dökər qan çeşmi giryanım. Oyadar xəlq əfqanım, qara bəxtim oyanmazmı? Bu qədər öyrənmişəm. Biraz daha gözəl formada danışa bilərik. Burada İntellektsiya biraz bəli, keçən dəfə də qeyd eləmişdim. Bilib bilməməyiniz, yəni burada o yoxlanılmır. Yoxlanılır ki, siz onu necə deyirsiniz, şagirdə necə sevdirirsiniz, intonasiya ilə. İndi bilirik də, şeirdə fərqli olur, qəzəldə o şəkildə. Və qəşəng danışanda, qəşəng müəllim onu səsləndirəndə şagirddə də o marağı yaradırsınız. Tamam. Sizə sualım belə olacaq. Öz fənninizi necə tədris edərsiniz ki, bütün şagirdlər o qoyduğunuz təlim nəticəsinə gedib çata bilsinlər, mənimsəsinlər? İlk öncədən, yəni dərsin məqsədini, meyarlarını müəyyənləşdirərəm. Sonra hansı resurslardan istifadə edəcəm, hansı iş formalarını, iş üsullarını istifadə edə biləcəm ki, şagirdlər o maraqlı gəlsin. Yəni şagirdlərin öyrənmə potensialına əsasən dərsi qurarım. Bəli, yəni biz maraqlı əsasən dərsi qurarım. Bəli, doğrudur. Biz ilk öncəliklə şagirdlərimizi nəzərə alırıq, onların maraqlarını və interaktiv metodlardan istifadə edirik. Məsələn üçün, video çarxlardan istifadə edə bilərsiniz. Düzgün şəkildə qurulmuş motivasiya dərsin 50%-ni təşkil edir. Və motivasiyanı necə qura bilərsiniz, əlavə olaraq da o haqda danışa bilərsiniz. Doğrudur, yəni iş formasıdır, iş üsullarıdır, müxtəlif özünüzün hər hansı bir strategiyanız varsa, əyani vasitələr, onlardan istifadə etməklə şagirdlərdə o dərsi daha yaxşı mənimsəməsinə şərait yarada bilərsiniz. Mübariz İbrahimov kimdir? Mübariz İbrahimov, deməli, deməli 1988-ci ildə idi da, yəni 88-ci anadan olmuşdu və 2010-cu 2010 idi da. Bəli, doğrudur. 2010-cu ildə deməli ermənilərin deməli 2010-cu ildə şəhid olmuşdu və ermənilərin zastavasına hücum edərək ermənilərin deməli 4 nəfərə yaxın erməni zabitini öldürmüşdü. Sonra nə idi? Deyə bilərsiniz ki, bizim milli qəhrəmanlarımızdan biridir. Sonra Mübariz İbrahimov haqqında danışdıqdan sonra digər bizim milli qəhrəmanlarımız haqqında da məlumat verə bilərsiniz. Yəni doğum tarixini düzgün qeyd elədiniz, şəhid olduğu tarixi düzgün qeyd elədiniz. İllər çoxdur. Bəli, bəli. Bir də görürsən, qalmır, yaddan çıxır. Miksiyik necə olmalıdır? Miksilərdə necə olmalıdır? Ona görə əvvəlcədən qoşulan müəllimlər çox qazanır həqiqətən ki, vaxt barəsində, məlumatları oxuma barəsində. Digər müəllimlər vakansiyanı gözləyir və vakansiya artıq cavablar çıxdıqdan sonra müəllimlər necə oxuyacaq? Keçən dəfə Ayşə müəllimə də deyirəm, Ayşə müəllim də mənə deyir ki, necə çatdıracaqlar? Artıq biz bilmirik. Çünki çox güman ki, orada çox az bir vaxt qalacaq. Material çoxdur, həddən artıq. Ona görə də qavramaq biraz çətin olur. Bəli. Yəni çalışıram ki, bacardığım qədər asta-asta, yavaş-yavaş öyrənim. Asta-asta, yavaş-yavaş öyrənin. Çıxmaz da ki, can sağ olsun, yerlər olar. İnşallah ki, yaxşı olar. Siz amma vaxtında başlamışsınız, ona görə sizlə artıq ikinci dərsimizdir. Belə deyək, kurikulumu müəllim bilirsə yaxşı və psixoloji suallardan rahat çıxa bilirsə, artıq qalır bir dənə dünya görüşünü yaxşı oxumağı ki, mikçi müəllimlər gedib müsahibə mərhələsində daha yaxşı iştirak edə bilsinlər və ünsiyyət də çox vacib lazımdır. Sizdə ünsiyyətdə problem yoxdur, sadəcə olaraq məlumat azlığı az olanda artıq siz onu danışa bilmirsiniz. Tamam, keçid elədik digər sualımıza. Metakognitiv bacarıq nədir?
Metakognitiv bacarıq şagird deməli özü haqqında biliklərə sahib olur, öz strategiyalarını müəyyən edir, güclü və zəif tərəflərini bilir, özü üçün məqsəd qoyur qarşısına. Bəli. Yəni məqsədə çatmaq üçün özünü istiqamətləndirir. Özü haqqında məlumatlı olmasıdır. Bəli. Necə formalaşdırarsınız şagirdlərdə metakognitiv bilik və yaxud da ki, bacarığı? Şagirdlərə sərbəst məsələn öyrənmə imkanı verərəm. Yəni məsələn hər hansı bir sərbəst seçim imkanı verərəm. Yəni şagirdlər hansı tərzdə öyrənməyə üstünlük verir, şagirdlər özləri seçsinlər o istiqamətdə. Sonra şagirdlərə təfəkkürlərini inkişaf etdirməklə metakognitiv bacarıqlar da inkişaf edə bilər məsələn. Necə edə bilərsiniz ki? Düşünmə vermək. Aha, necə? Sərbəst düşünmə imkanı vermək. Verər belə. Necə edə bilərik ki, şagird özü haqqında bir biliyə sahib olsun, özünün zəif tərəflərini bilsin, güclü tərəflərini, gəlin yaxşı düşünək. Mən istəyirəm ki, siz danışasınız, siz tapasınız. İş formamızdan hansından istifadə edə bilərik? Beyin həmləsindən məsələn istifadə etmək olar. İBÖ-dən, aksiyon. İş forması. İş forması, hə. Cütlərlə işdən, üzr istəyirəm mən iş üsullarından səs aldım. Məsələn, cütlərlə işdən, kollektivlə işdən istifadə ən çox hansı ola bilər ki, özünün zəif tərəflərini bilir, güclü tərəflərini bilir? Bəli. Formasında demək olar. Yəni öz bacarıqlarının güclü, zəif tərəflərini bilməsi üçün. Deməli, biz fərdi iş formasından istifadə edə bilərik. Bir tapşırıq verməklə, məsələn, şagird səhv edir, məsələn, yəni öz səhvləri üzərində o işləməlidir ki, yəni səhv etdiyi tərəf hansıdır, müsbət tərəf hansıdır, mənfi tərəfi hansıdır, özü onu ayırd etməyə bacarsın. Sonra, yəni fərdi şəkildə şagirdə veririk tapşırığı, hər hansı bir fəaliyyəti, şagird öz tempi ilə işləyir, özünün zəif tərəflərini, güclü tərəflərini bilir və nələrə diqqət yetirməlidir? Başqa refleksiya üsullarından istifadə edə bilərikmi? Özünü qiymətləndirmə üsulundan, refleksiya üsulundan bəli istifadə etmək olar. Refleksiya üsullarımız hansılardır? 3-2-1-dir. Beyin həmləsi. Sonra hansı idi? Çıxış bileti, şəxsi jurnallar, cümlə kökləri və sair qeyd edə bilərik. Deməli, metakognitiv bacarıq formalaşdırmaq üçün bir neçə dənəsi misal çəkə bilərik ki, iş formasından fərdi iş formasından istifadə etmək olar. Sonra refleksiya üsullarımızdır, şagirdlərdə emosional intellekti formalaşdırmaq, digər məsəl üçün nələrsə yadınıza gəlmişsə və s. deyib, daha sonra isə başlayıb o sadaladıqlarınız haqqında danışa bilərsiniz. Emosional intellekt haqqında mən sizə məlumat göndərəcəm. Onunla bağlı məsəl üçün keçən il çox suallar verildi müəllimlərə ki, üstünlükləri nədən ibarətdir şagirdlərdə, necə formalaşdırarsınız? Müəllim özündə necə formalaşdıra bilər? Fərqli-fərqli. Hər birini o səsdə mən izah etmişəm. Tamam. Biliyin növləri hansılardır? Gəlin qeyd eləyək. Faktoloji, konseptual və prosedural bilik. Faktoloji bilik daha çox əzbərə əsaslanır, faktlara əsaslanır. Konseptual bilikdə daha çox nəzəriyyələr, sonra izah etmə, nümunə göstərmə, müəyyən etmə. Sonra prosedural bilikdə isə daha çox tətbiq etmə, ardıcıllıq gözlənilməsi, bacarıqlar, alqoritmlərdən istifadə olunur prosedural bilikdə. Tamam. Metakognitivdə bayaq qeyd elədik. Özü haqqında məlumata sahib olması, özünün güclü tərəflərini, zəif tərəflərini müəyyən etmək üçün şagirddir. Tamam. Deməli, sizdə Azərbaycan dili ədəbiyyatdır. Mən sizə sual verəcəm ki, şagirdlərdə dinləyib anlamanı necə formalaşdırarsınız? Görək yadınızda qalıb, keçən dərsdə sual vermişdim. Və demişdim, 3 dənəsini qeyd etdik sizlə, iş üsulu. Aksiyon, ziqzaq üsulundan. Bir yadımdan çıxdı. Həm dinləyib anlama, həm oxuyub anlama, bir də ünsiyyət də var idi. 3 dənəsini qeyd eləmişdi, hansıdır? Ziqzaq üsuluydu, sonra aksiyon üsulu dedik, sonra 3-2
Aksiyon dinləyib anlamadır, bəli. Amma biz sizdən qeyd eləmişdik. Həm dinləyib anlamanı, həm oxuyub anlamanı formalaşdıran ziqzaq, qızıl dairə, bir də 4n1 KH. Bəs özümüzdə qeyd eləmişdik. Harda qeyd elədik? Müəllim burada qeyd etmişəm. Mütləq sizə lazımdır. Mən sizə verilən suallar bu şəkildə ola bilər ki, dinləyib anlamanı necə formalaşdırarsınız müəllim? Oxuyub anlamanı necə formalaşdırarsınız? Bir balaca danışdıqdan sonra iş üsullarını da qeyd edib onun haqqında danışa bilərsiniz. İndi görün necə cavab verəcəksiniz. Dinləyib anlamanı, iş üsulları heç qeyd elədik. Başqa necə formalaşdıra bilərdik? Dinləyib anlamam. Dəqiqə. Hər hansı bir necə deyərlər, mətn verməklə, məsələn, şagirdlər dinləyib anlamam. Anladıqlarını qeyd etməlidirlər. Hər hansı bir məsələn mətn verilir şagirdlərə, yəni dinlədilir daha doğrusu. Yəni şagirdlər deməli anladıqları müxtəlif suallar tərtib etməklə, məsələn, tərtib edirəm şagirdlərə məsələn verməklə, sonra şagirdlərlə məsələn mətndə deməli nədən söhbət gedir, ideyası, məzmunu haqqında şagirdlər necə deyirlər, şagirdlərdən məlumat alıram bu barədə. Sizin dediyinizi mən başa düşdüm, amma qarşı tərəf başa düşməyəcək. Biz deyirik ki, hər hansı bir mətndir. O mətni mən səsləndirərəm və yaxud da ki, audio səsdən istifadə edərəm. Sonra şagirdlər yadında nə qalıbsa, dəftərlərinə qeyd edə bilərlər, ümumiləşdirə bilərlər və yaxud da ki, onun barəsində sinifdə bir müzakirə təşkil etmək olar, şagirdlərə sual verə bilərik. Bu zaman şagirdlərdə dinləyib anlama formalaşır. Bayaq qeyd etdiyinizi o testlər, mən başa düşdüm, amma qarşı tərəf yenə başa düşməyəcək. Deyirsiniz ki, artıq şagirdlər dinlədikdən sonra biz testlər tərtib etmişik ki, o testləri verərək şagirdlər o mətnə əsasən olan testləri yazdıqları zaman artıq onlarda dinləyib anlama həm formalaşır, həm də ki, mən görərəm ki, necə dinləyib anlayıblar. Yaxşı. Sonra digər sualım. Bu getdi. Dinləyib anlama. Bəs oxuyub anlama? Oxuyub anlama, yəni mətni şagirdlər özü oxuyur. Yəni anladıqları kimi, məsələn, nədən söhbət gedir mətndə, sonra dil, məsələn, Azərbaycan dili dərsidirsə, məsələn, hansı dil qaydalarına əməl olunub, məsələn, hansı durğu işarələrindən istifadə olunması qaydasını, eyni zamanda hərfləri, məsələn, mətndə hər hansı bir hərf səhvi olunubsa, məsələn, bilərəkdən, yəni şagirdlərə onlara o barədə sual verərəm. Yəni ki, burada orfoqrafik səhvləri hardadır, məsəl üçün, belə. Məsələn, müəllif bu mətndə nə demək istəyib? Hər hansı bir mətndir, məsələn üçün özünüz də hazırlaya bilərsiniz. Şagirdlər onu oxuyar, aşağı hissədə testlər və yaxud da ki, ona aid suallar, şagirdlər onu edə bilər. Bu zaman oxuyub anlama formalaşır. Sonra Think-Wen iş üsulunu qeyd edə bilərsiniz. 3 dənə qeyd elədiyim iş üsulu var ki, onu deyə bilərsiniz. Bununla yanaşı, məsələn üçün şagirdlər oxudu, artıq o barədə sual-cavab edə bilərsiniz. Şagird məsələn səsli formada da qeyd edə bilər. Görək necə oxudu, onu anladı, başa düşdü. Və yaxud da ki, məsəl üçün, oxuduqdan sonra indi hər hansı bir araşdırmaya yönləndirə bilərsiniz ki, şagird tutaq ki, kiminsə həyat və yaradıcılığı haqqında müəyyən bir məqamları araşdırıb, sonra gəlib sizə danışa bilər, özündə qeydləri götürə bilər. Bu zaman artıq siz oxuyub anlamanı şagirdlərdə formalaşdıra bilərsiniz. Bayaqlarımı dinləyib anlamaya, baxın, bunu da əlavə edə bilərsiniz. Sonradan yadıma düşdü. İmla da yazdıra bilərsiniz şagirdlərə. Dinləyib anlaması yaxşıdırsa, artıq onu özündə qeydlər edə biləcək, daha düzgün formada yaza biləcək. Sonra, siz məsəl üçün qoşulmusunuz, tutaq ki, digər hissələri mən sizə sual-cavab etməm. Amma mən əlavə olaraq da nəyi bilirəmsə, sizin ixtisasınızla bağlı suallar verirəm ki, həqiqətən verilə bilər. Keçən dərs məsəl üçün mən sizə sual vermişəm, özümdə qeyd eləmişəm. Oxu bacarığını yazıya necə çevirərsiniz? Dinləyib anlamanı necə formalaşdırarsınız? Oxuyub anlamanı, müəyyən bir məqamlar. İndi sizin ixtisasınızla bağlı nələr varsa, bacardığım qədərilə suallar verirəm ki, sizə belə bir sual veriləndə onu necə cavablandırarsınız. Sonra, təhsil üçbucağı haqqında nə deyə bilərik? Təhsil üçbucağı təhsil verən, deməli, təhsil alan və valideyn nəzərdə tutulur da. Təhsil üçbucağı nə ibarətdir? Elə idi da.
Sual formasında elə idi. Təsəvvür edin ki, orada sizə sual verilib. Müəllim, şagird, valideyn. Bəli, əminliklə danışırıq. Hə. Sonra nə deyə bilərik? Dayanmırıq. Onlar arasında münasibəti necə qura bilərik və s. əlaqələndirin, danışın. Təhsil verən, təhsil alanın necə deyirlər, öz bildikdə bilik və bacarıqlarla təmin etməlidir. Eyni zamanda valideyn də öz övladının deməli daima nəzarət etməlidir. Məsələn, təhsil sahəsində, məsələn, izləməlidir, öyrənmə dərsdə nə öyrənir, nə edirsə, onu mütləq izləməlidir. Daima müəllimlə ünsiyyətdə olmalıdır. Öz övladı haqqında deməli müəyyən bir məlumatlara malik olmalıdır. Təhsil verən də valideyni deməli öz şagird haqqında, yəni öz övladı haqqında məlumatlandırmalıdır ki, hansı bilik və bacarıq, hansı səviyyədədir, məsələn, övladı. Müəllim, valideyn və şagird. Müəllim bu təhsil üsbucağını düzgün şəkildə qurmalıdır. Əslində valideynin hüququdur övladı ilə maraqlanmaq. Biz onu təşkil etməliyik. Düzgün o təhsil üsbucağını qurmalıyıq. Valideynlə daimi şəkildə kontaktda olmalıyıq və şagirdlə münasibətimizi düzgün şəkildə qurmalıyıq. Empatiya ilə yanaşmaq lazımdır hər ikisinə ki, biz bu üçbucağı düzgün şəkildə qura bilək. Və əlavə olaraq deyə bilərsiniz ki, bu üçbucaq düzgün şəkildə qurulduğu zaman, yəni valideyn öz övladı ilə maraqlanmağa başladığı zaman nə kimi üstünlüklər ola bilər? Qeyd edə bilərsiniz. Şagirdin akademik bacarıqları daha da inkişaf edir. Sonra həm emosional cəhətdən, həm də akademik bacarıqları inkişaf edir. Müəllim, şagird ünsiyyəti daha yaxşı olur, daha yaxşı qurulur. Müəllimdə, şagirddə müəllimə qarşı empatiya hissi olma çalışmalıdır ki, müəllim şagirdin daha çox mənfi tərəflərini yox, inkişaf etdirilməli olduğu məqamları bildirsin. Bəli, valideyn daimi şəkildə övladı haqqında məlumatlı olur. Daha sonra şagird məsuliyyət hiss edir, dərslərə daha məsuliyyətli şəkildə yanaşır. Çünki burada bu üçbucaq qorunub saxlanılır axı. Düzgün qeyd elədiniz. Şagirdin akademik nailiyyətləri artır və orada qeyd edə bilərsiniz ki, müsbət tərəflərini biz birinci valideynə qeyd etməliyik. Hansı hissələrdə şagird irəliyə doğru getməlidir, inkişaf etdirilməlidir, artıq bir yerdə əməkdaşlıq edərək buna nail ola bilərik. Bu şəkildə qeyd edə bilərsiniz. Sonra sinifi necə düzgün şəkildə idarə edə bilərik? İlk öncə onu qeyd etmək istəyirəm ki, məsələn, sinifdəki şagirdlər fərqli mühitlərdən gəlir. Yəni, hər bir şagirdin xüsusiyyəti fərqlidir. İlk öncə şagirdləri tanımalıyıq.